Növbəti sualımız dördüncü sual. Dördüncü sualda bizə nə deyir? Görülməli olan işi işçilərdən biri digərindən 3 dəfə tez yerinə yetirir. Onlar ikisi birlikdə bu işi 12 saata yerinə yetirirsə, işçilər ayrı-ayrılıqda bu işi neçə saata yerinə yetirir? Bu iş məsələlərinə aiddir. Bu məsələləri həll eləyəndə əsas qaydamız, prinsipimiz vahid zamana gəlmək lazımdır. Vahid zamana gəlməyi bacarmalıyıq. Baxın, birinci işçi, bu da ikinci işçi. Bizə nə deyir? Bizə deyir ki, görülməli olan işi işçilərdən biri digərindən 3 dəfə tez yerinə yetirir. Məsələn, bu x saata yerinə yetirir, bu 3x saata. Təbii ki, tez yerinə yetirən bu x saata yerinə yetirəndir. Çünki təsəvvür edin, məsələn, bu 10 saata yerinə yetirirsə, bu 30 saata yerinə yetirir. 3 dəfə tez yerinə yetirən budur. Belə baxanda bizi çaşdıra bilər ki, x budur, 3x budur. Biz həmişə vərdiş eləmişik ki, 3x daha böyüdür. Bəli, 3x böyüdür, zaman baxımından da böyüdür, amma işi tez yerinə yetirmək deyəndə birinci işçi işi daha tez yerinə yetirir. Bu çalışmalarda təkrar deyirəm, vahid zamana gəlmək lazımdır, mütləq şəkildə. Baxın, burada yazıram birlikdə. Birlikdə 12 saata yerinə yetirirlər bunlar işi. 1 saata, bax bura yazıram, 1 saata. 1 saata birinci işçi işin x-da 1-ini görər. İkinci işçi 3x-da 1-ini görər. İkisi birlikdə 12-də 1-ini görər. Düzdürmü? Əgər bunlar ikisi birlikdə işləyəcəklərsə, bunların ayrı-ayrılıqda 1 saatda gördükləri iş hissəsi, ikisinin birlikdə 1 saatda gördükləri iş hissəsinə bunun cəmsi buna bərabər olmalıdır. Yəni, nə aldım mən sonda? X-da 1, üstə gəlinsin 3x-da 1 bərabərdir 12-də 1. Bunlar ortaq məxrəc 3x-dir deyə bunu 3-ə vursam, nə olacaq? 3x-da 3, bu da 1, 4 bərabərdir nəyə? 12-də 1-ə. Düzdürmü? Çarpaz vursaq buradan da 3x bərabər olacaq 48-ə, x bərabər olacaq 16-ya. Yəni, bu işçi işi yerinə yetirilmiş 16 saata, bu biri isə 3 vurulsun 16. Neçə saata? 48 saata yerinə yetirilmiş. O da olacaq 16 və 48. Nə variantı? E variantı.